Salam, xoş gördük əziz izləyicilərim, canlarım, gözlərim. Necəsiz? İnşallah yaxşı olarsınız. Bugün səhərimizi arı ilə açdıq. Səhər durduq, gördük ki, daha qızım gördü ki, ana bəs kuxnada arı var. Dedim, necə yəni arı? Sən demə, axşam paltarları yığarkən arı üstündə olub, xəbərim olub. Hələ mən paltarları çırpıb götürürəm. Nəysə, arını biraz incitdik. Allah keçsin günahımızdan, neyniyək? Biz onu öldürməsək, o bizi sancıb, zəhərləyib, üstünə qoyardı. Nəysə, bugün adətimiz pozuldu. Həmişə səhər-səhər durub, bazarlığımızı eləyib, yəni günün istisinə qalmadan və yaxud da ki, qışda da həmçin bizim adətimiz səhər tezəndən gedirik alış-verişə. Nəysə, getdik, bacılar, alış-verişimizi eləməyə. Arazda həftə sonları həqiqətən də çox endirim olur. Həftə ortası da belə deyək də, həftə içi də endirimləri olur, amma həftə sonu daha çox endirimlər olur. Bu aralar dadanmışam Araz marketə. Oradan kalbasalar, səskalar və yaxud bəzi şeylərimizi, yəni Allah yetirən nemətlərimizdən, lazım olanlardan aldıq. Burada biraz kalbasamızı dəyişdik. Bizim istədiyimiz kalbasadan belə deyim yox idi. Zaten biz rasiska yeyirik. Bu səfər bir deyim də belə hissə verilmiş rasiska kalbasa götürdük. Yumurtalar da düşmüşdü. Mən axırıncı dəfə hardasa bir 10 gün bundan qabaq almışdım. Biz yumurta az yeyənik. Həddən artıq çox az yeyənik. 10 dənə götürürük. Ancaq çoğunu bişirəndə, yəni çox gedər bizdə. 9 qəpik, bir də 10 qəpik idi, nə qədər idisə. Yəni düşmüşdü də, çox düşmüşdü. Sonra dedim, gəldik bazarlıqdan, alış-verişimizi yerləşdirdik. Gün orta idi. Benim pərdələri çıxardım. Nə qədər gün var, hava yaxşıdır, xoşdur. Pərdələrimi yuyum, sərim. Sonra da yəni quruyan kimi də yerinə sərim tez bazar. Amma işim çox olduğu üçün düzdür, indi burada göstərirəm. Səhəri sərdim, səhər elə bir tezdən sərdim yerinə də, belə deyim, keçirtdim yerlərinə. Demək, YouTube-da mən bir xanımda bu salatı gördüm. Çox xoşum gəldi. Sadəcə olaraq üzürlü saysın xanımın belə deyim səhifəsinin adı yadımdan çıxdı. Özümdə qeyd eləməmişdim ki, burada səsləndirəm. Üzürlü saysın çox qəşəng salatı idi. Yəni görünüş mənə çox çəkdi deyə və dedim qoy elə əlim nə qədər boşdur. Bunu da eləyim. Sonra keçim o biri işlərimə. Bu 6 bazar vlogudur, belə deyim. 2 günün vlogudur. Həm təmizlik, həm də bazarlıq. Demək, burada hardasa mən 3-4 ədəd, daha 5-6 ədəd balaca olduğu üçün pomidor götürdüm. İridirsə 3-4 dənə bəs eləyər, ya ailə həcminə görədir. Bu biraz fərqli olduğu üçün az elədim. Dedim, bəlkə kimsə xoşlamaz, qalıb xarab olmasın deyə israfçılığı sevmirəm. Bir dənə soğan, 4-5 dənə pomidor, 2-3 diş, yəni sarımsağım balaca olduğu üçün 2-3 diş sarımsaq. Sonra nar şərab. Nar şərabınız yoxdursa nar suyu da ola bilər, yəni narın özü də ola bilər, əzə bilərsiniz. Zövqə görə nanə, yəni nanə mütləq də dad verir, tam verir ona. Yəni şüyd vura bilərsiniz. Bu orada elə gördüm. Bir də xanım dedi ki, soğanın yaşıl yerindən, yəni göy yerindən yox, göy soğanın, yəni göyərti olan soğanın yaşıl yerindən vura bilərsiniz. Mən amma göy soğan vurmadım. Nanə ilə elədim. Amma bir şey də var ki, yəni bir kapriz var ki, bu salat eləyəndə bir neçə saat xaladelnikdə dinləndirməlisən. Yəni orada təamlar bir-birinə qarışmalıdır. Nar şərabdır, soğandır, pomidordur. Bunlar bir-birlərinə dadlar qarışmalı idi və mən bunu gün orta üstü elədim.
Bunu axşam yedik. Çox ləzzətli, çox dadlı idi. Çox xoşumuz gəldi həqiqətən də. Yəni mən hətta belə onun soku çıxmışdır. Pomidorla nar şərabın soku. Ona belə çörəyimi batırıb yedim də. Çox ləzzətli idi. Yəni məsləhət görürəm. Evdə eləyə bilərsiniz. Amma mütləq şəkildə soyuducuda dinləndirin. Çünki dinləndirəndə daha qəşəng olur, ləzzətli olur. Çünki mən eləyəməm vaxtda, həmin vaxtda mən bir-iki də atdım ağzıma, xoşuma gəlmədi. Yəni pomidorun ayrı dadı, soğanın ayrı dadı gəlirdi. Soğan da ölməmişdi. Elə buradaca soğanı nar şərabla, belə deyim, qarışdırıram. Sonra pomidorun üzərinə töküb qarışdırıb ağzını da örtürəm. Ya streç klonka ilə örtə bilərsiniz. Ya bir qabda hansısa bir, məsəl üçün mən qab qoymuşdum. Da əlim batıq ilə streçi eləmədim. Tənbəllik elədim bir sözlə. Dünən axşamdan yay paltarlarını uşaqların deməli yoldaşıma dedim, şifanerləri belə sündürdü deyə əlim çatmır. Yoldaşıma dedim onlar söksün, töksün və axşamdan tökdük və səhəri bu mənzərə ilə qarşılaşdıq. Həm öz yay-qış paltarlarımızı yığmışdım, sumkalarda qalmışdır. Onlar uşaqların, mənim qırvatımın altı bazasızdır deyə. Uşaqlarda bazalıdır. Öz paltarlarımızı uşaqların qırvatının bazasına qoyuruq. Uşaqların öz paltarlarını da şifanerlərin başında ayrıca bölgə düzəltdirmişdim ki, orayığım çox əlverişlidir. Bir tərəfi ancaq paltar, bir tərəfi də ancaq yumuşaq kuklalarını qoymuşam. Dedim, qoy bunları da yerləşdirim, səliqəyə salım. Ev, otaq uçurdur, belə deyim də, həddən artıq. Yəni, barmaq qoylası yer yox idi. Yəni, belə deyim də, adətən deyil, iynə atsan tapa bilməzsən. Xeyr, hətta böyük bir şey atsan ora tapa bilməzdin. O qədər qarma qarışıq idi, hər tərəf paltar idi. Ailəm dəymişdi bir-birinə, içəri çox sıxırdı adamı. Bunları qəşəngcənə səliqəyə salıb yerləşdirdim. Qızlar mənə kömək eləyirdi. Düzdür, hələ də bir cür xasiyyət var. Məsəl üçün, mən iş görərkən gərək mənim yanımda, ətrafımda heç kəs olmasın. Yəni, hansısa bir otaq girirəmsə, uborka eləyirəmsə, tutam dibdən uborka deyək də, eləyirəmsə, yəni heç kəs mənə dəyib dolaşmasın. Amma bir şey də var ki, yəni qızlarımla da iş görməyə daha çox sevirəm. Yəni, qızlarım mənə kömək eləyəndə, yəni xoş olur bir ana kimi. O gözəl bir hissdir ki, qızların anasına kömək eləyir. Bilməm, sizdə də elədir ya yox. Məndə 2 qızdır, Allah bütün balaları saxlasın. Yəni, ikisində də ayrı-ayrı bir fərqlik var. Yəni, bir qızım mənimlə iş görməyi sevir, bir qızım eynən o mənim bir xasiyyətimi sevir. Yəni, tək girib iş görməyi sevir. Hər iki xasiyyət də məndə var. Burada bu qurtqaları heç bilmirəm hara yığacam. O gözümə oturub, bilmirəm neyniyəcəm. Prosta biraz da havaların isinməyin gözüm, çünki havalar oynayır. İsinməyini gözləyirəm ki, bu qurtqaları yuyub, havaya verib, qurudub, ondan sonra yığmaq.
Yuxarı hissəni, qışlıqları yerləşdirdim, qoydum öz yerinə. Şkafın ağzında bağladım, keçdim kravatların altına. Onların içində bir-iki dənə oyuncaq kloklar var idi, kənara qoydum, altına pirsosladım, təmizlədim. Sonra yerinə yerləşdirirəm. Çünki qış paltarlarımız bizim də ora yerləşdiririk. Bir də kravatların altını xalçalar çıxanda bir də təmizləyəcəm, bir də xalçalar salanda da bir də töküb təmizləyib, silib, pirsoslayıb xalçalarımı sərəcəm. İndi bir şey sizdən bir fikir almaq istəyirəm. Məsəl üçün mən xalçaları əvvəl yuduzdururdum, gətirib qoyurdum. Onu da ağzının yuxarıdan klonka hissəsini açırdım ki, hava keçsin və istər-istəməz qapı, pəncərə yaydı deyə açıq olur. İstər-istəməz belə deyim də yüngül də olsa tozlar falan olan bir şeydir. O da xalçanı xoşlamırdım. Düzdür, təmiz idi xalçalar həmişə. Sonradan belə fikrə gəldim ki, mən bunları onsuz da yığandan sonra, yuduzdurub gətirəndən sonra da mən bunları sıra salmıram. Yəni sentyabra salıram, yığıram, pirsoslayıram, təmizləyirəm yüngülcə, yığıram, belə deyək də, qoyuruq evin bir küncünə, üzü sentyabra ya oktyabra yuduzdururam, birbaşa xalçalar sərirəm. Siz necə eləyirsiniz? Əgər yəni kim necə eləyir, yorumlara yazar, zəhmət olmasa fikir olaraq götürməkdən ötürü. Uşaqların dəftər kitablarını da yüngülcə düzəltdim və tələsikdə piroq da elədim. Dedim tez baza piroq olsun, çünki şirniyyatı almamışdım. Dedim piroq eləyərəm. 2 daş arasında piroqumu da elədim. Bu cem nə cemi idisə, düzü rayondan qoymuşdular. Bilmədim tam olaraq nə cemidir və bişəndə o özü qaralmağa başladı. Əslində onun da üzü ağ, tam belə qara belə deyim də tünd korişnevi çalmalı deyildi. Amma çox ləzzətli, çox dadlı çıxdı. Mən ədviyyatda çayı daha çox sevirəm. Yəni ədviyyatsız çay ümumiyyətlə içə bilmirəm. Yəni bizə gələn, yəni evimə gələn gedən bilir mənim çayımın tadını, tamını, ləzzətini. Bir içən 5 içir. Hətta 2 nəfər belə qonağım gəlsə mən 3 dəfə çay dəmləyirəm. Çünki çay çox içilir məndə. Bilmirəm dadındandır, tamındandır, nədəndir. İnşallah bir gündə siz də qonaq olarsınız çayıma, baxarsınız ləzzətinə, dadına. Bir də bacılar, mənim bu qaşıq vilka yerim çox narahatdır. Bu bölgə üçün nəsə başqa bir fərqli bir şey istəyirəm. Sizin əgər bir məsləhətiniz varsa verə bilərsiniz, heç bir problemi yoxdur. Mənə daha xoşdur, daha gözəl. Çünki yəni öyrənmək həmişə gözəl bir şeydir və fikir almaq da çox gözəl bir şeydir. Temuda falan hardasa bir yaxşı gözünüzə dəyən bir şey varsa, bir kodu falan nəyəsə varsa atarsınız yorumlara, yazarsınız yorumlara, oradan baxaram, keçid edərəm, sifariş eləyərəm, sonra sizə çəkib paylaşaram, təşəkkürümü də bildirərəm. O bir qızımın, böyük qızımın belə deyim də BSG-ləri var idi. O getdi hazırlaşmağa, təkrar eləməyə. Balaca qızım gəldi, çünki o hələ ibtidaidədir deyə BSG-lər yazmır. Gəldi mamasına kömək eləməyə, xoşu gəlir məndən iş görməyi. Əsas da bu çəkiliş olanda vəhşi ürəyə gedir, bilmir daha nələr eləsin.
Dedim göyərti qovurum. Burada qaynanam işə düşdü. Göyərtiləri təmizlədi, atladı, doğradı və yudum təmizlədim. Dedim göyərti bişirim bu səfər də. Həm tez olsun, həm yorğun idim. Düzü açığı, yəni yemək mən bişirəndə yeməyin nazını çəkənəm. Dedim bu tez bazar olan yeməkdir. Tez bazar bunu da bişirim. Hazırlayım qoyum. Sağ olsun qaynanam. Göyərtimi, soğanımı doğradı və bişirmək mənə qaldı. Bişirdim. Nuş olsun, kim istəsə bunu da bu tariflə də bişirə bilər. Çox ləzzətli çıxır. Yəni zövqə görə və yaxud da ki bölgəyə görə hərə bir cür bişirir. Məsəl üçün doğğa bişirirlər. Belə deyimdə bölgəyə görə dəyişir. Yağ soğan atırlar doğğanın içinə və ya küftə atırlar içinə və yaxud da ki köftə yeməyi yoxdur, kartofsuz. Hələ kartoflu da görmüşüm, kartofsuz da görmüşüm. Yağ soğanla küftə eləyirlər, tökürlər doğğanın içinə. Bu arada yorum yazıb, like atıb, abunə olmağı da unutmayın əziz izləyicilərim. Siz bunu edərkən mən də o birisi videonu yığım, sizin üçün paylaşacağım. Öpürəm, hələlik, canlarım, gözlərim, sevirəm sizi. Yaxşı ki siz varsınız, yaxşı ki biz varıq. Allah canımıza dəyməsin, Allah canınıza dəyməsin.